Kainat və Günəş sistemi uşaqlar. Deməli, burada yəni ki, ilk hissəsi hekayə hissəsidir, nağıl hissəsidir. Çox elə bizə vacib deyil. Biz burada yəni ki, çox elə dərinə gedəsi də deyiləm. Kainat nədir? Galaktika nədir? Kosmos nədir? Süd yolu nədir? Neçə planet var? Planetlər necə formalaşıblar? Bunlar haqqında məlumat öyrənirik biz burada. Kainat dediyimiz sonsuz bir məkandan ibarətdir. Yəni burada sonsuzluqdan ibarətdir. Yəni biz hətta bu haqqda indi bir çox fərziyyələr də ki, təbii ki, irəli sürülür ki, insanlar düşünürlər ki, bu kainatın içərisində bir neçə qalaktikadan ibarətdir. Yəni, hər bir qalaktika dediyimiz, məsəl üçün, biz dediyimiz, bizim olduğumuz ərazi süd yolu qalaktikası hesab olunur ki, bu qalaktikada içərisində bizim Günəşimiz və planetlərimiz və həmin planetlərin peykləri olmaqla bunlardan ibarətdir. Və müəyyən ulduzlardan ibarətdir təbii ki də bu qalaktika. Yəni bundan başqa bir qalaktikanın var olması, milyonlarla qalaktikanın var olması fikri təbii ki də hər dəkin sual altındadır. Yəni ola bilər ki, başqa qalaktikalar var, başqa qalaktikalarda biz başqa insanların yaşamağından, başqa canlıların yaşamağından da danışa bilərik. Lakin kəşf olunmuyor da hələ ki bunlar. Düz NASA bunun üzərində çalışır, amma hələ kəşf olunmuyor. Məsələn, Amerikalılar falan yad planetlərə inanırlar, onlar yad planetlərin var olmasına. Ha, yəni o hardasa artıq bir son zamanlarda da bir 2 ildən bunun əvvəl də bu haqda bir fikir də söyləmişdilər rəsmi şəkildə ki, həqiqətən də Amerikalılar yad planetlərin olmasını artıq kəşf edib. Nəsə belə bir fikir var idi. 52-ci bölgədə nədir Amerikada var. Orada araşdırmalar aparırlar yəni bu haqda. Ee, Deməli, uşaqlar, burada biz nə danışaq, nə danışaq burada biz əsas məsələ lazım olan nələrdir? Bizim qalaktikamızda dedik ki, Günəş və 9 dənə planet idi. İndi 8 dənəsini danışırıq artıq. 8 planetdən və Günəşdən ibarət olan bir qalaktikamız var. Buna biz süd yolu və yaxud da ki, Samanyolu qalaktikası hesab edirik. Burada Günəş sistemində olan nə bilim meteoritlər haqqında, asteroidlər haqqında, ulduzlar haqqında məlumatlar var. Yəni bu hissələrdə bir o qədər də çox böyük bir şey yoxdur. Əsas məsələ bizə lazım olan e, bizim yerimizin yaranması haqqında olan fərziyyələr var ki, hansılardır? Kant və Laplace fərziyyəsi var. Schmidt və Fesenkovun fərziyyəsi var. Bir də böyük partlayış fərziyyəsi var. Yəni biz yerin yaranmasını bunun haqqında bir dənə bəlgəsəl də var. Harasa bir saatlıq falan bir bəlgəsəl var. Yazsanız çıxar. Türkçə bəlgəsəldir. Çox qəşəng orada yəni nəyin necə yaranmasını da ətraf şəkildə izah edirlər ha. Maraqlı bir bəlgəsəldir. Tövsiyə edirəm ki, ona baxarsınız. Demək, yer haqqında ilk olaraq fərziyyə Kant və Laplace'ın fərziyyəsi idi ki, bu deyirdi ki, yer 4-5 milyard il əvvəl qızmar günəşə bənzər bir cismin parçalanmasından yaranmışdır. Yəni nəhəng bir günəşə bənzər cisim partlayış olub, onun partlamasının nəticəsində nə yaranmışdır? Bizim qalaktikamız yaranmış olduğunu söyləyirdi. Schmidt və Pezenkova görə isə 6-7 milyard il əvvəl e, yarandığını söyləyirdi ki, burada biz artıq toz və duman hissəciklərindən birləşərək soyuq disk şəkilli bir həlqə yaratmışdır və bunun nəticəsində bizim qalaktikamız yaranmışdır. Təbii ki, də bunlar absurd bir fikirlər idi əslində. Yəni ki, tam öz əsasını tapmır, sadəcə fərziyyələr idi. Amma bunların içərisində ən dolğun olan və bu gün də bizim inandığımız fərziyyə hansıdır? Böyük partlayış nəzəriyyəsidir. Böyük partlayış nəzəriyyəsində biz artıq bu nəzəriyyədir, yəni fərziyyə deyil artıq, bu bir nəzəriyyədir. Və bu deyir ki, bizə yer 13,8 milyard il əvvəl nə etmişdir? Yaranmışdır. Dini kitablarda yerin yaranmasını, Quran-Kərimdə, İncildə, digər Tövratda falan dini kitablarda yerin yaranmasını 6-7 gün ərzində yaranmasını biz deyirik. Amma elmi cəhətdən araşdırmalar sübut edir ki, bu 13,8 milyard il əvvəl nə olmuşdur? Böyük bir partlayış baş vermişdir fəzada və bu partlayışın nəticəsində bizim qalaktikamız formalaşmışdır. Qalaktikanın içərisində planetlər, Günəş sistemimiz və planetlər nə etmişdir? Formalaşmışdır deyə bilərik. Və burada singulyarlıq anlayışı var. Buna biraz diqqətlə toxunaq, testlərdə falan qarşımıza çıxır bir də. Singulyarlıq nə deməkdir? Başlanğıc deməkdir. Yəni hər şeyin başladığı bir nöqtənin var olması deməkdir. Günümüzə doğru gəldikdə isə, yəni ki, məsəl üçün biz dində deyirik ki, yer kürəsi 6-7 gün ərzində yarandı, nə bilim, Adəm, Həvva yarandı, bundan isə insanlar törədi, insanlar, digər insanlar yarandı. Yəni elm burada artıq bunu təsdiqləmir təbii ki də, elm tam əksindir bunun. Biz daha çox coğrafiyada
Darwin nəzəriyyəsinə əsaslanırıq, yəni təkamülə əsaslanırıq əslində. Yəni yer kürəsində partlayış baş verdi, yer kürəsi artıq formalaşmağa başladı, yerin qatları yaranmağa başladı ki, burada biz yerin qatları dedikdə ilk olaraq bazalt təbəqəsindən ibarət olan yer qabığı yarandı. Yəni ümumiyyətlə birinci nüvə yaranıb, yerin nüvəsi, sonra mantia yaranıb, sonra yer qabığı yaranıb, sonra artıq keçib atmosfer yaranıb, hidrosfer, yəni atmosfer hava təbəqəsidir, hidrosfer su təbəqəsi yaranmışdır. Və buradan sonra artıq litosfer, yəni yerin quru təbəqəsi tam olaraq formalaşmışdır. Ən sonda canlı təbəqə, yəni biosfer deyirik ki, canlı təbəqə nə olmuşdur? Yaranmışdır. Yəni canlı təbəqənin yaranmasını biz suyun içərisində deyirik ha. İlk olaraqdan suyun içərisində bir hüceyrəlilər, sonra çox hüceyrəlilər falan formalaşıbdır. Suda ilk canlılar yaranmağa başlayıbdır. Onlar sudan quruya doğru təzahür ediblər. Quruda artıq formalaşırlar. Bu da təbii ki də yer kürəsi ilkin yarandığı vaxtlarda atmosfer qatının olmamasından irəli gəldi. Atmosfer qatı yox idi deyə yer kürəsinə kütləvi şəkildə meteorit yağışları yağırdı. Həmin meteoritlər isə yer səthində su təbəqəsinin yaranmasına səbəb oldular. Su təbəqəsi yarandıqdan sonra həmin meteoritlərin içərisindəki yəni oksidləşmə əsasında ilk canlıların yaranması baş verir. Yəni elm tərəfdən biz bunu bu şəkildə deyirik. Amma din tərəfdən deyəndə artıq biz Adəm və Həvvanın yaranması və ondan insanların törəməsini nədir? Danışırıq təbii ki də. Singulyar da bax həmin bax bu dediklərimizin başlanğıcıdır. Başlanğıc hissəsi hesab olunur. Sonra bu böyük partlayışın ardıcıllığı var, hə veriblər burada. Nəzər salın, testlərdə qarşımıza elə çıxan bir şey deyil əslində. Demək birinci böyük partlayış baş verdi, sonra relikt şüalanma baş verdi, qaranlıq dövr oldu, ilk ulduz, ilk qara dəlik, ilk qalaktikaların, yəni protogalaktikaların yaranması və müasir qalaktikaların formalaşması. Bunu həmişə belə yadda saxlayırdıq o vaxtı. Biz böyük partlayış baş verdi. Lakin partlayış baş verəndə qorxursan, qorxduğun anda gözünü yumursan. Yəni birinci nə oldu? Partlayış oldu, gözünü yumdun, eləmi? Sonra gözünü açıb nə görürsən? İşıq görürsən. Yəni şüalanma baş verir. Sonra gözü yenidən yumursan, olur qaranlıq dövr. Sonra gözü yenidən açırsan, yenə işıq görürsən. Ulduzu görürsən yəni. Sonra yenidən göz yumdun, qaranlıq dövr oldu yenə. Sonra protogalaktikaların yaranması, sonra isə müasir qalaktikanın, yəni bizim qalaktikamız nədir? Formalaşması baş verdiyini biz deyirik. Sonra qara dəlik var. Qara dəlik haqqında ilk dəfə Uller tərəfindən məlumat verilmişdir bu haqda. Qara dəlikin cazibə qüvvəsi çox böyükdür. Bunun bütün cisimləri özünü çəkib yoxa çıxarda bilər. Buna biz yaxınlaşa bilmirik. Biz qara dəlik əgər yaxınlaşıb qara dəlikdən keçə bilsək, elə bir cihazımız olsa, biz bəlkə də başqa qalaktikaların var olmasını kəşf edə bilərik. Təbii ki, o qara dəlik bizim bu qalaktikadan çıxış yolumuzdur və onu biz artıq edə bilmirik. Hətta bu haqda bir dənə də kino var, Amerikan kinosu səhv etmirəmsə, xarici kinoda yəni ki, adı nədir? Ulduzların arasındadır türkçədə. İngiliscədə Interstellar nədir belə bir kinodur adı. O da çox maraqlı bir kinodur həqiqətən də. Orada yəni bax bu haqda danışırlar, göstərirlər. Yəni insanlar gedirlər fəzada, kosmosa qalxırlar, kosmoda ya bir qara dəlikdən keçirlər, başqa qalaktikalar tapırlar, başqa planetlər tapırlar. Gedirlər mən birinə çıxırlar, birində ancaq su olur, birində ancaq buzlaqdan ibarət olur. Bu şəkildə ərazilər nədir? Kəşf edirlər, yəni yeni ərazilər kəşf edirlər. Nəysə, bu belə getdik. Sonra gəldik buradan, bu nağıl hissədən başqa ulduzlar haqqında məlumatlar var. Burada ulduzlara baxa bilərsiniz. Ulduzlar nəhəng, parlaq səma cisimləridir. Günəşin özü də bir ulduz hesab olunur. Yadda qalsın, Günəşin özü də bir ulduz hesab olunur. Və Günəş bizim fəzamızda nə edir? Həyatın var olmasını təmin edir. Yəni Günəş olmasaydı yer kürəsində biz insanlar, canlı orqanizmlər yaşaya bilməzdilər. Və planetlərin Günəşdən olan məsafəsi təbii ki də orada canlı orqanizmin yaşamasına nədir? Təsir etmişdir deyə bilərsiniz. Ümumiyyətlə, birdən sual verirlər ki, niyə görə Günəş bəs kosmosu işıqlandırmır da? Yəni bizim qalaktikamız o, fəzanı niyə işıqlandırmır? Fəza niyə hər tərəfi qaranlıqdır, orada bir işıq görə bilmirik? Yəni, burada yadda saxlamaq lazımdır ki, işığın sınması deyilən bir şey var fizikada. Həmin o sınma baş vermədiyi müddətcə biz orada işığı görə bilmərik. Mən hətta keçən dəfə kənddə bunu müşahidə etdim. Nədən müşahidə etdim? Çox sadə bir şey təsadüfən gördüm. Elə bil ki, bizim evimiz buradadır. Bizim evimiz buradadır. Burada işıq yanır. İşıq buradan hardasa yolun kənarında burada bir dənə telefon dirəyi var, xətti var.
Həmin bu telefon xəttinin üzərisinə buradan gəlib işıq düşür. Ha, böyük bir məsafədə, yəni olar bir 200 metr, 300 metr, bəlkə də daha çox məsafə var. Buradan bura gəlir işıq düşür. Bu telefon dirəyinin üzərisinə baxırsan, burada işığı görürsən. Amma ortada durub baxırsan, bu boşluqda o işığı görə bilmirsən. Bax belə bir şey var, həqiqətən olan bir şeydir bu. Yəni biz bunu fəzada da həmin prosesi görürük ki, orada biz, yəni məsəl üçün bu günəşin şüası gəlib burada bir cisimə dəymirsə, biz bunun var olduğunu burada görə bilmirik ha. Yəni bu boşluqda getdiyi zaman biz onun həmişə heç vaxt görə bilmərik ki, ora işıq salsın da. Yəni ki, adi əlimizdə baterika işığı olsun, götürək baterikanın işığını uzaq bir məsafəyə salanda gedib oradakı cismə dəydiyi zaman onun ora gedib çatdığını biz görürük. Artıq dəymirsə biz onun ora gedib çatdığını təbii ki, nədir? Görə bilmirik də yəni. Məsələ bundan ibarətdir. Sonra gəldik buradan ulduzların adları var. Yəni əzbərləməyə ehtiyac olacaq bir şeylər deyil. Günəş sistemi haqqında məlumat var. Günəş sistemi yəni tərkibində hidrogen və helium qazlarından ibarətdir. Təbii ki də çox istidir səthi. Yəni səthində temperatur o qədər istidir ki, burada bütün maddələr ərinti formasında olur və görürsən günəşin də bir nüvəsi var. Əslində belə düşünək, günəş də bizim yer kimi bir planetdir əslində. Bizim əslində yerimiz də vaxtilə günəş kimi olub. Başa düşdükmü? Yəni, bu qeyri-adi bir fikir deyil və absurd bir fikir deyil həqiqətən də. Çünki bütün planetlər yarandığı zaman onun səthində həmin bax bu alovlu təbəqə olub. Vulkan püskürmələri baş verib, meteorit yağışları baş verib üzərisinə atmosfer olmadığı vaxtda. Və onun üzərisində güclü alovlanma gedib, yanma gedib üzərisində və çox hədsilə də isti olub bütün planetlər. Və zaman-zaman ki, bu 13,8 milyard il, 13 ildən söhbət getmir, ha, 13,8 milyard ildən söhbət gedir. Gör, o hissəyə neçə dənə insan ömrünü sıxışdırmaq olar. Yəni, o boyda dönəm ərzində artıq o öz fəaliyyətini itirir. Məsələn, günümüzdə də deyirik, birdən fikir qarşımıza çıxır ki, deyir, günəş sönə bilər. Günəşlə sönməyə doğru gedir. Bu həqiqətən də ola biləcək bir prosesdir. Yavaş-yavaş onun daxilində olan həmin o aktivlər nə olur? Zəifləməyə başlayır, zəifləməyə başlayır və onun artıq sönməsi baş verir və bu da həyatın yox olması nədir? Gətirib çıxaracaq bir amildir. Hə, bəlkə də məsəl üçün belə düşünək də, e, burada mən Günəşdir, burada bizim planetdir, eləmi? Bu da başqa bir planeti götürək. Məsələn, olsun Merkür olsun, Venera olsun, fərqi yoxdur. Ha, burada məsəl üçün bu Merkuridə həyat yoxdur. Niyə yoxdur? Çünki bu Günəşə yaxındır deyə, səthində həddindən artıq temperatur nədir? İstidir deyə yoxdur. Biz uzağıq deyə bizdə yaxşıdır. Məsələn, bizdən uzaqda deyək ki, Neptun götürürəm. Hə, Neptun çox uzaqdır deyə bura çox soyuqdur. Burada həyat yoxdur. Biz ortada elə bir konumda yerləşmişik ki, burada həyat nədir? Var olması gətirib çıxarır. İndi səhərsi gün bu da bir ulduzdur. Axı Günəş də bir ulduzdur. Səhərsi gün elə oldu ki, bu Günəş burada söndü, getdi. Gəldi, nə bilim, burada bir ulduz yandı. Bu ulduzun gücü daha çox oldu. Ha, bu ulduz artıq burada nədir? Neptunda həyatın var olmasını gətirib çıxaracaq. Yəni həyat artıq o planetdə başlayacaq. Bizim planetdə həyat bitəcək. Məsəl üçün biz Marsda aparılan araşdırmalar var ki, bu bizə göstərir ki, Marsda olan hətta bir də bir vaxt şəkil də paylaşmışdılar. Kartof kisəsinə oxşayan bir şəkil var idi. Marsda çəkmişdilər nəsə. Tamat yazmış ki, ilk dəfə Marsa gədəbəylilər gedib kartof aparıb səpdilər gədəbəylər Marsa. Yəni Marsda aparılan araşdırmalar bunu göstərir ki, Marsda böyük bir mədəniyyət olub və o mədəniyyəti yoxa çıxıb. Niyə görə deyirlər? Çünki Marsdakı gətirilən torpaq nümunəsindən yer səthində atom silahlarının atıldığı ərazidə olan torpaq nümunəsi bir-birinə uyğun gəlir. Yəni düşünülən bir fikir var. Təbii ki, dəqiq tam fikir deyil ha. Yürüdülən bir fikirdir bu. Düşünülən bir fikir var ki, bu fikir belədir ki, insanlar deyirlər ki, orada bir mədəniyyət olub, bizim kimi insanlar yaşayıb və inkişaf ediblər. İnkişafın sonunda özlərini məhv ediblər artıq. Yəni necə ki, bax bu gün biz də üzü o tərəfə gedirik ha. Yəni görürük, məsəl üçün deyirsən, hə, 10 il əvvəl, 15 il əvvəl həyat daha yaxşı idi, hər şey daha yaxşı idi. Bu qədər müharibə yox idi, məsəl üçün, bu qədər qırğın yox idi, bu qədər xəstəlik yox idi. İnsanlar daha çox yaşayırdılar. Məsələn, o dönəmlərdə deyək ki, hə, 70 yaşında ölən bir insana deyirdik ki, hə, cavan getdi, yazıq. Amma indi 60 yaşında ölənə deyirik ki, hə, yaxşı, yaşadıq xeyli, əməlli başlı ömür yaşayıb, bu 60 il yaşayıb. Yəni görürsən, getdikcə baş verir nələr? Müharibələr baş verir, nə bilim, xəstəliklər baş verir və bu da həyatın gətirib sonuna çıxartmağa doğru gedir. Yəni bu şəkildə bir fikir irəli sürülür ki, Marsda da bir mədəniyyət olubdur vaxtilə, nə vaxtsa olub deyə düşünürük. Və orada da təbii ki, araşdırmalar aparırıq.
Sonra yer kürəsindən Günəşə olan məsafə təxminən 150 milyon kilometrə bərabərdir. Bu məsafə bir astronomik vahid hesab olunur. Burada yoxdur, məncə verməyiblər onu burada deyəsən, nə qədər oldusa veriblər, hə, burada var. Cədvəldə veriblər. Burada hər bir planetlə Günəş arasındakı olan məsafə var, astronomik vahidlə verirlər. 0,38, 0,72, 1, 1,52. Bu astronomik vahidə aid birdən məsələlər olur, amma düzdür, nə Dimin kitablarında, güvənin testində bəlkə çıxar qarşımıza. Amma Dimin kitablarında falan, Dimin testlərində, Dimin hissəsində bu bizdə yoxdur, verilmir. Qəbula falan düşən də bir şey deyil, onsuz da. Sadəcə olaraq bir nəzər salarsınız da təxminən ki, nə qədərdir. Düşəndə məsəl üçün Merkur düşür, Venera düşür, Yer düşür, Mars düşür. İlk 4 dənəsinə baxın ki, Günəşlə arasında olan məsafə bunların nə qədərdir. Yəni bir astronomik vahidin mənim 150 milyon ilə bərabərdirsə, artıq burada 0,38 isə mən onu vuracam 150-yə görüm hə nə qədər edəcək burada, nə qədər məsafəmiz var. Başa düşdük. Hə, o şəkildə məsələlər var. İndi qabağıma çıxsa hardasa görsəm ataram onu sizə, baxarsınız o tip məsələyə də. Sonra ulduzlara baxdıq. Yəni çox elə geniş bir şey danışmadım açığı düzdür. Burada bürclər falan da var. Qoç, buğa, tərəzi, dolça. Oxuyun, özünüz üçün oxuyun. Maraqlı məlumatlar görəcəksiniz. Amma bu məlumatlar təbii ki, testdə falan qarşımıza çıxmır. Gəldik planetlərə. Planetlər orbit xətti üzərisində hərəkət edən cisimlərdir. Bax, demək olar ki, belə şey deyim sizə. Meteoroid, asteroid və ya planet. Əslində bunların heç bir fərqi yoxdur. Sadəcə bunların fərqi nədən ibarətdir? Bunların bir orbit xətti üzərisində hərəkət etmək məsələləri var. Bax, belə şey deyim sizə. Demək, partlayış baş verdi. Fəzada bir partlayış baş verdi. Hər şey dağıldı fəzaya. Sonra başladı onlar birləşməyə. Mərkəzdən qaçma və mərkəzə qaçma qüvvəsi dediyimiz bir anlayış var. Ağır cisimlər mərkəzə, yüngül cisimlər isə kənara doğru yığılmağa başladılar. Və bu yığılma və bizim fırlanmağımız gətirdi planetlərin nə oldu? Dairəvi formada olmasına təxminən nə etdi? Çıxartmış oldu. Və bu planetlər hər biri bir orbit xətti üzərisində, bax görürük burada xəttlər verib ha. Bu xəttlər üzərisində hərəkət edirlər. Bu xəttlər üzərisində Günəşin ətrafında hərəkət edirik. Bax, bu bizim heliosentrik nəzəriyyəmizdir. Bu gün inandığımız heliosentrik nəzəriyyəmizdir. Günəşin cazibə qüvvəsi bizi nə edir? Öz ətrafında daimi hərəkətə aparır. Biz onun ətrafında daimi nə edirik? Hərəkət edirik. Yadımızda qalsın bu. Amma biz meteoritlərdə falan məsəl üçün meteoritlər öz başına hərəkət edirlər. Və geridən get tərəfə çırpıb dəydi. Asteroidlərdə yox. Orada da bir orbit xətti var. Təbii ki, də o da gedir orbit xətti üzərisində. Nəyinsə cazibə qüvvəsinə qapılıb gedir. Amma meteoritlərdə biz bunu görmürük. Niyə görə deyirik ki, məsələn, yer səthinə meteorit düşə bilər, düşmə ehtimalı var. Amma düşmür də təbii ki də. Niyə görə düşmür? Hətta bax, bunun haqqında da bir dənə film var. Film demək ki, o şeydə artıq serialda Netflixdə olan bir serialda artıq 2-3 sezondan ibarətdir. Hər sezonda bir 6 bölüm, 7 bölüm belə var. Adı amma yadımdan çıxıb adı nədir? Yəni maraqlansanız deyərəm adına, ona baxsanız qəşəng bir filmdir əslində. O da məsəl üçün nədən bəhs edir? Yer səthinə gələn bir yad cisimdən. Öyrənirlər ki, məsələn bir gün 168 gündən sonra nəsə olsun yer səthinə bir meteorit düşəcək. Onun qarşısını almağa çalışırlar. Onun üzərisində nə bilim ölkə qarşı bir-birinə. Burada nədir? Məsələn, biz o meteoritlərin qarşısını ala bilirik. Necə ala bilirik? Onları fəzada bizə çatmamışdan da vurub raketlərlə partladırlar. Bu da baxır meteoritin ölçüsünə. Kiçik ölçüdə olan meteoritləri biz təbii ki, də bunu edirik. Vururuq, partladırıq. Onlar girir bizim atmosferimizə. Nəhəng formada girmirlər. Kiçik hissələrlə girirlər atmosferə. Və atmosferin mezosfer qatı var deyəcək biz bunlar keçəndə. Atmosferin 5 dənə əsas qatı var. Troposfer, stratosfer, mezosfer, termosfer və eksosfer qatı olmaqla 5 dənə qatı var. Bu mezosfer qatında sürtünmə qüvvəsi həmin onları yandırır və külə göndərir və yer səthində onlar gəlib kül formasına satılır. Birdən deyirik, yağış yağanda dünyanın zayı çıxıb, paslı yağış yağır, göydən palçıq yağır deyə bil. Bu o normal haldır. O həmin toz hissələri atmosferin yuxarı qatlarında, troposferin yuxarı qatlarında qalır, aslı şəkildə qalır. Və yağış yağanda o yağışın tərkibində nə olur? Yer səthinə düşmüş olur. Hətta bizdə səhv etmirəmsə Şamaxıda olmalıdır deyəsən. Meteorit hissəli muzeylərdə falan orada var. Meteorit parçaları var. Yəni onlar çox ağır olurlar. O qədər dəmirdən ibarət. Onların tərkibi dəmirdən ibarət daha. Dəmir o qədər sıxdır ki onun tərkibində. Onun bu boyda bir hissəsini
ələ götürmək çox çətin məsələdir ha. Ağır olurlar hədsiz dərəcədə. Bunları biz edə bilirik. Amma orada məsəl üçün filmdə bəhs edən nə idi? Daha böyük bir cisim olduğuna görə o daha böyük bir cismi biz parçalasaq belə o ayrılır da artıq yüzlərlə hissəyə. Gərək həmin o yüzlərlə hissələri yenidən parçalayasan. Çünki o yüzlərlə hissə daha böyükdür. Biz onları orbit oxundan yayındıra da bilirik. O filmdə məqsəd bundan ibarət edir ki, orbit oxundan nə etsinlər, onu yayındırsınlar. Biz onun ətrafından məsəl üçün nələrsə göndərərekdən onu çəkirik başqa bir hissəyə, cəzb edirik başqa bir tərəfə, gəlir yer səthindən yan keçib gedir. Dəymir yer səthinə. Yəni bunu dəfələrlə bəlkə də görmüşük. Falan vaxtı yer səthinə meteorit düşmə ehtimalı var, nə bilim falan yerə düşmə ehtimalı var. Bu şəkildə görə bilərik bunu biz. Və meteoritlərin yağması təbii ki, atmosfer olmadığı zamanda biz o dinozavrların falan nəslinin kəsilməsini deyir yaxı meteoritlərin düşməsinə. Hətta şey var ya, buz devri cizgi film var ha bir dənə. Orada da bu haqda məsəl üçün danışırlar, göstərirlər ki, meteorit yağışları baş verir. Buzlaqlar əriməyə başlayır. O canlı orqanizmlər nə olur? Tamamilə məhv olur və yeni bir dövr başlayır artıq. Bu da həqiqətən olmuş bir məsələdir ha. Bunlar belə. Gəldik planetlərdən danışan zaman biz əsas bax burada lazım olan hissə. Bura qədər danışdığım hissədən nə yadda saxlamalıyıq? Böyük partlayışı, bir də ki, Kant, Laplace və Schmidt-Fessenkovun fərziyyələri yadda saxlamaq lazımdır. Vsyo. Planetlərin o peyki, bunlar testdə düşəcək, yoxsa öyrəniyorlardı? Mən bax deyirəm də sənə, böyük partlayışdır, singulyarlıqdır, sonra Schmidt-Fessenkovdur, bir də ki, Kant Laplace. Bu dörd dənəsi, bu danışdığım içərisində bu dörd dənəsi düşəcək testdə. Qalanları nağıl hissəsi daha, yəni ki, bayaqdan deyirəm ki, bu dərsin bu hissəsi nağıl hissədir. Sadəcə olaraq mən danışıram ki, sizə məlumat gəlsin və siz gedin evdə bunu araşdırın, oxuyun ki, daha yaxşı olsun da. Və gəldik növbəti 5-ci hissə nə düşəcək? Planetlər iki yerə ayrılır. Daxili və xarici. Bu düşür testlər artıq. Daxili planetlər Günəşə yaxın olan planetlərdir. Hansılardır bunlar? Merkur, Venera, Yer, Mars. Xarici isə Yupiter, Saturn, Uran, Neptundur. Ümumilikdə bu planetlər Günəş sisteminin planetləri hesab olunur. Bu 4 dənəsi daxili, 4 dənəsi xaricidir. Əvvəl bir dənə bizim Plutonla planetimiz var idi. Pluton artıq yörüngədən, yəni o şeydən də görüntü arayasından çıxıb deyə biz artıq onu saymırıq. Məsələn, biz oxuyan vaxt məktəbdə biz deyirik 9 dənə nə var? Planet var. Amma indi 8 dənəsini deyirik. Merkur, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun. Bunların içərisində ən böyüyü, 8-in içərisində ən böyüyü Yupiterdir, ən kiçiyi isə Merkur planetidir. Merkur Günəşə ən yaxın olan planetdir. İkinci də Venera. Çalışın ki, arzulıqla öyrənin ha. Merkur, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun getdik. Bunlar yaxın. Çünki Merkurda həyat yoxdur, Günəş çox istidir. Neptunda həyat yoxdur, çox soyudur. Bunlar artıq soyuqdur deyə bilərsən. Və bunların xüsusiyyətləri var. Xüsusiyyətlərə nələrə fikir vermək lazımdır? Merkur öz oxu ətrafında həddindən artıq yavaş fırlanır. Gəl baxaq burada var. Ən gec fırlanan ha, ən gec fırlananı təbii ki də Veneradır. 243 sutqaya fırlanır. Amma Merkur 58 sutqa ərzində fırlanır. Yerdə bu 24 saatdır. Yəni 1 sutqadır. Yəni mənim yerdə keçirdiyim bir günüm burada bir neçə saatdır Merkuridə. Mən gəlib Merkuridə məsəl üçün bir gün keçirsəm, bu yerdə elə bil ki 58 günə bərabərdir. Mən gedib Venerada bir gün keçirsəm, yerin bir gününü keçirsəm, yəni bu 243 sutkanı keçirsəm, belə deyək, bu artıq yer səthində 243 gün deməkdir. Artıq 1 ilə yaxın bir müddətdir. Başa düşürük? Yəni ki, mən gedib elə bil ki, Venera planetinə getsəm, orada gedib bir 4 il falan yaşasam, yerin ilindən 4 il yaşasam, mən yer səthində hardasa bir 7-8 il yaşamış oluram. O kinoda falan verirlər. Bu gedir şeyə, başqa bir planetə. Orada gedir, gəlir ki, hamı qocalıb, bu cavandır hələ. Məsələn, bu doğru bir fikirdir. Çünki düzdür, orada gedib bizim qaldığımız müddət təbii ki, bir neçə gün gedib qalıb gəlirik də. Yəni gedib orada illərlə qalmır ha o insanlar. Bir neçə gün, bir neçə ay gedib orada qalır, gəlir. Onu çox hiss eləmirik təbii ki də. Arada bu fərq var. Fırlanma oxuna görə fərq var arada. Bunlara baxırıq. Yəni tam əzbərləməyə ehtiyac yoxdur təbii ki də. Tam əzbərləməyə ehtiyac yoxdur təbii ki də. Sadəcə bilin ki, ən gec fırlanan məsələn Veneradır, sonra Merkuridir, Yerdir, Marsdır bu şəkildə fırlanır. Günəş ətrafında fırlanması da bizdə 1 ilə bərabərdir. Burada isə 0,24 yerli, 0,62 yerli. Yəni rəqəmləri əzbərləməyə ehtiyac yoxdur. Təxmini bilin ki, ən çox hansıdır, ən az hansıdır. Onlar çünki çox düşən bir şey deyil əslində.
Sonra planetin gündüzün günəş tərəfi olan hissəsində biz təbii ki, də temperaturun çox isti olmağını, gecə isə çox soyuq olmasını, bunun da səbəbi nədir? Atmosfer təbəqəsinin zəif olmasıdır burada. Bax, bu yadda qalsın. Merkuri zəif atmosfer təbəqəsinə malikdir. Sonra Venera Günəş və Aydan sonra ən parlaq göy cismidir. Buna biz Dan ulduzu və yaxud da Zöhrə deyirik, Zöhrə ulduzu deyirik. Yadda qalır bu məlumat. Bir də karbon qazından ibarət olan atmosfer təbəqəsinin burada var olması yadımızda nədir? Qalmalıdır. Yer həyatın var olduğu planetdir. Bunu onsuz da bilirik. Mars. Ee, Marsda bax, yerin Merkur Veneranın peyki yoxdur. Yerin bir dənə peyki var, Aydır. Marsın da iki dənə peyki var. Phobos və Deimos peykləridir. Marsda bir də dağ var, Olimpi dağı. Burada verilməyib o. Hündürlüyü 25 kilometrə bərabərdir. Yəni bizim yer kürəsində ən hündür dağımızın hündürlüyü təxminən 9 kilometrdə, yəni 8 kilometrdən yuxarıdır. Ha. Bizdə 8 kilometrdən yuxarıdır, amma orada 25 kilometr. Yəni harasa bizim yerdən elə bil ki 3 dəfə artıq hündürlüyə malik olan dağlar var Marsda. Bu yadda qalır. Qırmızı planetdir Mars. Bunu təbii ki, yəqin bilirik, yadımızda qalsın. Sonra Yupiter haqqında ən böyük planetdir. Bunu bilək. Bir də Yupiterin ətrafında şeylər var. Qaz, tozdan ibarət olan həlqəvari cisimlər var. Məsələn, bu yadımızda qalsın. Saturn haqqında nə deyək? Nə deyək? Hə, Yupiterə bunu deyim. Yupiterin iki dənə əsas peyki var. Ən böyüyü Qanimed peykidir. İkincisi isə Io peykidir. Bu da testlərə falan qarşımıza düşür. Yadda saxlayarıq bunu da. Saturn haqqında da ki, deyəcək bir şey yoxdur. Burada da ki, desək, həlqə sistemə malik olan, hə, həlqə sistemi burada deyil, Saturnda, Yupiterdə deyil, həlqə sistemi ətrafında. Daş və tozdan ibarət həlqə sistemi var idi. Uran və Neptun da bunlar bizim ən uzaq planetlərimiz hesab olunurdu. Uran və Neptun. Məsələn, səmada göy rəngdə görsənir Uran, yadımızda qalsın. Neptun da ən uzaqda yerləşən və ən soyuq planet hesab olunurdu. Yəni bunları bilsək buradan bizə bəs edir. Yəni burada qeyri-adi bir sual qarşımıza da inanmıram ki, çıxan testlər çıxıb eləsə, yenə də ki baxarıq məlumatlara da. Qeyri-adi bir şey yoxdur. Bunları deyə bilərik buradan. Sonra gəldik Ay haqqında məlumat baxaq. Ayın səthində atmosfer təbəqəsi yoxdur deyə ayda havalar gündüz həddən artıq isinir, həddən artıqsa axşam həddən artıq soyuması baş verir. Yerdə də olmasaydı burada biz nədir? Həddən artıq çox isinib, həddən artıq soyumasını da müşahidə edə bilərdik. Elə əslində edə bilməzdik çünki onda biz yer səthində olmazdıq, heç yaşamazdıq yer səthində. Bu belə ay öz işığı yoxdur. Günəşdən gələn işığı qəbul edir özünə. Ay bir gün 28, bir ayın 28 gününü səmada görsənir. Bu 28 günün ilk vaxtını ən qısa, ən kiçik formasında, yəni para formada, ay para formasında olur. 14 gün tamamında tam bütövləşir. Biz buna bədərlənmiş ay deyirik. Ayın ən gözəl görüntüsünün olduğu vaxtdır. 28 14 gün sonunda yenidən də başlayır kiçilməyə və ən kiçik variantda, yəni ki, ay para formasında yenidən batır. Hətta belə bir el məsəli var. Ay doğuşundan bəllidir. Yəni ki, bunu biz nəyə şamil edirik? Deyirik, insan 7-sində nədirsə, 70-ində də o olur. Yəni ay doğuşunda para formadaydı. O möhtəşəm halını bütövləşdi, aldı və yenidən batdığı zaman nə oldu? Para formada batdı, çıxdı, getdi. Ay tutulması, günəş tutulması var. Buna diqqətlə baxaq. Ay tutulması, günəş tutulması var. Buna diqqətlə qulaq asaq. Nədir burada? Məsəl üçün proses necə baş verir? Bax, bu bizim günəşimizdir. Bu da bizim yer kürəmizdir. Bu da ayımızdır. Yəni, gəl bunu mən şeydə izah edim sizə. Bu lazım olur bizə əslində. Bu bizim günəşimiz. Bu da bizim yer planetimiz. Bu da bizim ayımız. Baxın, məsələ nədir? Yer öz ətrafında fırlanır. Bax, yer öz ətrafında fırlana nə edir? Günəşin ətrafında fırlanır. Bax, bu şəkildə. Öz ətrafında fırlana Günəşin ətrafında fırlanır. Bizim öz oxumuz ətrafında fırlanmağımız 24 saatdır. 23 saat 56 dəqiqə yəni. Bu bir günümüzdür. Günəşin ətrafında fırlanmağımız 365 gündür. Yəni bir ilimiz yaradır artıq. Yer günəşin ətrafında bax fırlana nə etdi? Fırlandı. Ay da öz oxu ətrafında fırlana yerin ətrafında fırlanır.
Bu şəkildə. Yəni yer günəşin cazibəsində fırlanır, ay da yerin cazibəsində fırlanmış olur o zaman. Və burada bir iş yaranır ki, bu günəş, bu ay, yer, bu da aydır. Ay fırlanır, gəlir, çıxır hara? Bura. Günəşlə yerin arasına. Bu zaman günəşdən gələn şüa nə olur? Düşür ayın üzərisinə. Yerdə müəyyən bir hissəyə qaranlıq düşür. Bax, bütöv hər yerdə olmur ha bu. Fikir versinizsə, araşdırsanız görərsiniz ki, günəş tutulması haqqında araşdırsanız görərsiniz ki, müəyyən yağ, bu yaxınlarda harda olmuşdu? Hatta bir 3-4 il əvvəl Kanada ərazisində səhv etmirəmsə, ya ABŞ ya da Kanada ərazisində göstərirlər onu. Elə bir hadisə baş vermişdi. Yəni gündüz vaxtı risk başlanğıcı nə oldu? Hava qaraldı. Nə oldu? Yəni ay keçdi günəşin qabağına və buradan nə oldu? Gələn işıqların qarşısını aldı və burada biz qaranlığı yaşadıq. Buna oldu günəş tutulması. İndi deyəsən ki, ay müəllim, bu boyda günəş, bu boyda ay. Nətər oldu ki, bu boyda günəş, bu boyda ayın qarşısını aldı? Təbii ki, uşaqlar, burada ayın yer səthinə, yerin cazibə qüvvəsində, yəni fırlanmağında fərqi var. Məsəl üçün nədir fərqi? Bu yer kürəsidirsə, ay məsəl üçün burada fırlanır, eləmi? Gəlib bura çıxanda uzaqdan fırlanır. Gəlir burada yaxınlaşır. Yəni gəlir burada uzaqlaşır. Başa düşdük? Və hər zaman eyni xətt üzərisində elə bir kimi getmir də. Biraz bəzi hissədə uzaqlaşır, bəzən yaxınlaşır. Biz buna ayın cazibə qüvvəsi əsasında yer səthində qabarma çəkilmə hadisəsi deyəcəyik. Keçəndə hidrosfer bölməsində su səthinin qalxıb enməsi deyirik buna biz. Hə, və bu qabarma şəkli ayın yer səthinə yaxın və uzaq olmasından asılı olaraqdan bu həmin dəyişə bilər proses. Necə? Bax, belə düşünərək uşaqlar. Məsəl üçün evdə işıq yanır da, lampa yanır. O lampa sizin üçün günəş olsun. Bu əlimiz olsun ay, özümüzdə yer səthi. Mən əlimi gözümə yaxın tuturam, baxıram o boyda lampanı nə edir? Mənim əlim örtür tamamilə, işıq yoxa çıxır. Amma əlimi belə uzaqlaşdırıram, görürəm ki, nədir? Lampa görsənir artıq. Yəni bunu bir barmağımızla elə bilərik. Barmağımı yaxınlaşdırıb gözümün birini yumub belə baxsam, görürəm ki, lampa tamamilə nə oldu? Yoxa çıxdı. Bir barmağım o boyda lampanı yoxa çıxartdı. Amma lampaya yaxın tutanda əlimi belə, görürəm ki, lampa görsənir. Həmin prosesdir, bax, yer səthində də. Fəzada da həmin proses gedir. Yəni ay nə qədər günəşə və ya yerə yaxın olsa, artıq onda bu həmin qaranlıq məsələsi nə olacaq? Dəyişəcəkdir. Sonra yer də dedik fırlanır. Yer fırlanıb gəlib keçəndə artıq bu hissəyə keçəndə biz burada ay tutulmasını görürük. Artıq ayın üzərisinə günəş düşmür deyə, ayın da öz işığı yoxdur deyə biz ayı səmada görmürük. Ona görə deyir ki, bu da ay tutulması hesab olunur. Yəni ay tutulmasını biz tez-tez görə bilərik, amma günəş tutulmasını çox da tez-tez təbii ki görmürük. Bu belə. Sonra kometlər, meteoroidlər, asteroidlər haqqında Apollon 11 gəmisi Aya eniş etmişdi. Neil Armstrong. Sonra Luna gəmisi etmişdi eniş. Bunlar haqqında baxarsınız özünüzdə. Burada verilməyib o, yoxsa bunun sonunda verilir. Hə, sonunda verilir. Sonra yerin maqnetizmi və günəşin yerə təsiri. Deməli, uşaqlar, yerin maqnetizmi dediyimiz nədir? Maqnit qütblərindən söhbət gedir. Maqnit qütbləri, şimal və cənub maqnit qütbləri vardır. Şimal maqnit qütbü 1831-ci ildə John Ross tərəfindən kəşf olunub. Cənub maqnit qütbü isə James Ross tərəfindən. Bax, bu coğrafi qütblə maqnit qütbünü qatışdırmayaq ha. Coğrafi qütblər 90 dərəcədə yerləşənlərdir. Amma maqnit qütbləri biri yerləşir şimal burada, cənub da təxminən burada yerləşir və bunların yeri daimi dəyişməyə doğru gedirlər. Hətta biz bunlarla deyirik ki, yer səthində bəzi fəaliyyətlər var ki, yer kosmos bizim şeydə, yəni fəza, qalaktika kiçilməyə doğru gedir və yoxa çıxacaq nə vaxtsa. Amma bəzi fəziyyələr deyir ki, əslində genişlənməyə doğru gedir. Yəni o artıq genişlənir, nə vaxtsa da genişlənib, nə bilim, sonsuzluğa doğru gedən bir şeydir. Bu Hawkingin nəzəriyyəsi var, qalaktikanın genişlənmə nəzəriyyəsi. O əsaslandırır ki, qalaktika həqiqətən genişlənməyə doğru gedən bir vahiddir. Ümumiyyətlə biz zaman vahidi anlayışını insanların yaratdığı bir şeydir ha. Zaman məfhumu biz yaratmışıq. Biz işlərimizi görək deyə zaman məfhumunu yaratmışıq. Zaman deyilən bir şey yoxdur. Elə bir ölçü vahidi yoxdur əslində. Sadəcə bizim qoyduğumuz bir ölçü vahididir ki, hə, biz bunu bu şəkildə deyirik ki, 24 saat məsəl üçün bir günə bərabərdir. Yəni məsəl üçün bu zaman məfhumu düşünək ki, 24 saat yox, 12 saat götürsə nə olacaqdı? Bir günümüz 12 saat olacaqdı. Bu şəkildə yaşayıb gedəcəkdik. Sonra Antarktida ərazisində Adeliya torpağında yerləşir, cənubda. Şimali isə Kanada Arktika arxipelaq ərazisində yerləşmişdir. Bunları deyə bilərik.
Buradan yadda qalsın nə bizə maqnit meyli bucağı, maqnit meridianları var, bir də bizim həqqi meridianlı paralellərimiz var. Həmin bu maqnit meridianların kəşfməsində nöqtəsində bir maqnit meyli bucağı yaranır ki, bu meyli bucaq 11,5 dərəcəyə bərabərdir. Heç bir sualda falan bundan istifadə etmirik biz ha. Sadəcə var olmasını bilin, bəs edir bizə. Bir də burada maqnit anomaliyasiyası var. Bu yadda qalsın, mütləq şəkildə lazım olacaq bizə. Maqnit anomaliyasiyası nədir? Kompasın əqrəbi daim şimal və cənub maqnit qütblərini göstərir, amma bəzi yerlər var ki, orada anomaliyasiya, yəni anormallıq yaranır. Bu anormallığın yaranması nədir? Məsələn, kompasın üzərisinə biz maqnit qoysaq, görərək ki, kompas elə yerində fırlanır, işləmir, ancaq yerində fırlanır. Həmin bax bu maqnit qütblərində olduğumuz zaman nə baş verir? Anomaliyasiya baş verir. Kompasın əqrəbi heç bir istiqaməti göstərmir, ancaq yerində necə fırlanır ha. Buna deyirik anomaliyasiya adlanır. Və bu anomaliyasiya təkcə maqnit qütblərində baş vermir. Müəyyən ərazilər var ki, orada da baş verir. Bunun səbəbi ferromaqnit metallarıdır. Dəmirdir, nikeldir, sonra titan da olmalıdır. Kobalt, dəmir, nikel, titan. Bu kimi metalların olduğu ərazilərdə bu faydalı qazıntıların çıxardığı ərazidə həmin o kompas məqrəbi işləmir. Bunu biz yer səthində harda görürük başqa? Ural dağlarında görürük. Ural dağları Rusiya ərazisində yerləşir və zəngin filizlərin olduğu ərazilər deyə orada kompas məqrəbi üçün işləməyəcəkdir deyə bilərik. Bir də burada yadda saxlayaq nəyi? Günəş ləkələri, günəş küləyi, günəş fəallığı. Demək, günəş ləkələri nədir? Yerdən baxanda günəşin üzərisində görəcəyimiz şeylər, qaranlıq hissələrdir, günəş ləkələri hesab olunur. Günəş küləyi günəşdən gələn maqnit qasırğasıdır. Bunu daimi eşidirik. Biz deyirlər ki, bugün maqnitləşmə olacaq. İnsanlar üçün, yəni ürəyi zəif olan insanlar çox evdən çölə çıxmasın. Bax, həmin bu günəş küləyidir. Və günəşdə baş verən ümumi proseslərin cəmi isə günəş fəallığı nədir? Hesab olunur. Bir də bunu bilirik buradan bizə bəs edir. Başqa da bu hissədə bizə gərəkli olan maqnit qasırğası, bax burada var məsəl üçün verilir. Bir şey yoxdur. Yəni yerin günəş ətrafında və öz ox ətrafında fırlanmasına qədər olan hissədən bizə lazım olan budur. Bunu öyrənə biləcəkmi biz uşaqlar?